Salam dostlar. Bu gün biz sizə 2 metr 80 santimetrlik vakuumlu işıq dayağı haqqında məlumat verəcəyik. Modellə tanış olaq. Alüminium materialdan hazırlanmışdır. Kifayət qədər ağırlığı var. Lakin daşımağı çətinliyi yaratmır. Daşımaq üçün yüngül hesab oluna bilər. Bu dayağın əsas üstünlüyü ondan ibarətdir ki, bu air cushion, yəni vakuum sistemi ilə təchiz olunub. Üzərində hər hansı bir işıq və yaxud digər texnika olan zaman bu mexanizmi açanda birdən-birə aşağı enmir, çox sakit şəkildə stabil olaraq aşağı enir və bizim texnikalarımızı zədədən, qırılmadan və s. qoruyur. Gördüyünüz kimi, nə qədər güc tətbiq etsək də sakit formada öz sürəti ilə aşağı enir. Bu modelin boru qalınlığı böyük hissədən başlayaraq 35, 30, 25 mm-dir və 3 bölmədən ibarətdir. Baş hissəsi standart vintdir, yəni işıq və digər standart aksesuarlarımızı rahat şəkildə bağlaya bilərik. Əgər bu dayağı almısansa, bunda da açılma ardıcıllığı digər modellərdə olduğu kimidir. Yəni istifadəyə başlayanda birinci qalın hissədən başlayırıq. Bu formada açdıq, bağlayırıq. Bizə ehtiyac varsa ondan sonra nazik hissəni açırıq. Yəni istifadəyə nazik hissədən yox, qalından başlamaq lazımdır ki, dayaq yerdə daha möhkəm olsun, daha stabil olsun. Ayaqların genişliyi də o cümlədən burada böyük əhəmiyyət kəsb edir. Dayaqlarımızın ayaq genişliyi onun üzərinə qoyduğumuz texnikanın ağırlığından asılıdır və daha əsası ağırlıq mərkəzindən asılıdır. Yəni ağırlıq mərkəzimiz ortadadırsa, ayaq genişliyini balaca saxlaya bilərik. Lakin böyük softboxlar istifadə ediriksə, mərkəz ortadan biraz kənara doğru qaçıbsa, mümkün qədər ayağı geniş açırıq ki, təhlükəsiz olsun, sabit olsun. Dostlar, bu dayaq haqqında bu qədər. Əgər sizə digər modellər maraqlıdırsa, burada gördüyünüz olanlar və yaxud da fərqi yoxdur, başqa modellər. Kanalda ətraflı başqa videolarımız da var. Aşağıdan linklər qoyarıq. Studiya avadanlıqları, işıqlar və s. avadanlıqlarla bağlı məlumat ala bilərsiniz. Sağ olun, növbəti videoda görüşərik.